Hadis İbn Hibban'ın əsərində keçir. Cabir ibn Abdullah'dan ve Həbəşistana hicret edenler qayıtdıkları zaman Peygamber sallallahu aleyhi ve sellem onlara deyir ki: "Haddithuni bi'acebi şeyin ra'aytumuhu bi ardil Habeşe." Həbəşistan torpağında gördüğünüz en qəribə, təəccüblü, size təəccüblü gelen bir şeyi mənə danışın. Ve onlardan bir dəstəsi deyir ki: "Bəli ya Resulallah." Biz diye oturmuştuk. Ve bir qarı, yaşlı kadın başının üzerinde su qabıyla keçirdi. Yani su qabı da saxsızdan idi. Ve onun yanından cavan, güclü, əzələli bir cavan keçir. Öz gücü ilə öyünən, qürrələnən ve ona tərəf gəlir ve elini o kadının, yaşlı kadının kürəyinə koyur ve itəliyir. Ve kadın da yıxılır yerə. Ve su qabı sınır. Ve kadın qalxır ve deyir ki: "Sawfa ta'lemu ya gadir." Ey xain, sen sonları biləcəksən. İzə cəmə'allahul əvvəlinə vəl əxirin. Allah Teala birincileri ve axırıncıları cəm etdiyi gün sen onu da biləcəksən. Əllərin ve ayakların danıştığı gün biləcəksən. Min əmri ve əmrihim. Mənim işim ve senin işin necə olacaqdır? Yani mənim halım ve o günü sen onda biləcəksən. Mənim ve senin halın necə olacaqdır? Ve Peygamber sallallahu aleyhi ve sellem buyurur ki doğru deyip. Bu olacak. Bu olacaktır.